6 ilin həsrətindən son qoyduq. Yumurtalıq polikistoz sindromu, hormonal problem, zəif folikular əngəl olmadı. Müalicəmiz neçə ay oldu? 2 ay. 2 ay. 2 kurs müalicə nəticəsində testimiz göstərdi. Həmləliyimiz çox çətin keçdi. Qanaxmalar olurdu, uşaqlıq boynu qısalırdı. Ona baxmayaraq 37-38 həftə yatdıq və bizim qızımız düz 6 ildən sonra dünyaya gəldi. Hal-hazırda gəldi doktorun yanına, Aylin balam. Çok sevindim. Çok sağ olun. Allah razı olsun sizden. Biz de bu güzelliği verdiniz bize. Həsrətə son qoydunuz. En çok da 6 ilin həsrətinə son qoydunuz. Çok sağ olun. Allah sizden razı olsun. Yaxşı ki varsınız. Yaxşı ki sizin kimi gözəl həkimimiz var. Mələk doktorumuz var. Çok sağ olun. Allah razı olsun. Bir gün de sürprizle geldiniz. Bizim balaca bebeğimiz de olar. Müalicəmiz güclü olur deyəmə. Kızımız tekrar ikinci defemlerde oldu. Arzu ederim ki hamı sevinəsiz, bütün hamısına kısmet olsun. Kucaklarımız da dolu olsun.